Özüməm, mən qınamıyorum. Bu Hacıqabul toyuq fermasındadır. Ora səslənirəm. Bunu nə olar? Novruz bayramında da bu 1 qəpikdən eləyin. Novqodda da bunu 1 qəpikdən eləyin də. Əkdiğə. Dünən git kimi getdim 6 qəpikdən aldım 5 kiletka. Gün 3 qəpiyə düşmüşdü, getdim 5 kiletka gəldi aldım. Bunu siz çalışın Novqodda bu qiymətə qoyun. Həm dua edəcəklər sizə. Həm də nə bilim millət sevinəcək. Yoxsa Novqodda, Novruz bayramında da, qarşı Lüboy bayramında qaldırırsınız ot qiymətinə. İndi lazımdır, düz deyil, lazımdır. Kim deyil lazımdır? Bəzi evlər lazımdır. Hələ kasıb evlər var ki, lazımdır. Sexlərdə zətdə lazımdır. Qoymuş 3 qəpik sarı 1 qəpik. Dükanlar bəs gedir. Görəsən bu Hacıqabul bu 1 qəpiyə qoyanlar qoy. Bu sizin içindən çatır bu. Allah qıymət çatmır ha. Neçədən alırsan öz qiymətinə satırsınız, nədir? Nə bilim ha. Neysə Allah köməyiniz olsun. Hacıqabul toyuq ferması diyorsa bilməm nədir. Tam adı nə gedir? Hacıqabul MMC-dir, belə deyək. Allah sizdən razı olsun.